Zamanla nəfəs alıb, zamanın nəbzini tutan, öz möhkəm kökü üstə daim yenilənən, yüksələn məkan. Azərbaycan Radyosu. Yaddaş səhifələri, yaddaş səhifələri. Hörmətli dinləyicilər, Saday Budaqlı'nın Firuzə Qaşlı Sırğa hekayəsindən parçaya qulaq asın. Oxuyur Səməd Yusifcanlı. Evlənəndən tək gəzməyi xoşlayırdı. Həmişə də özü ilə kitab götürürdü. Çünki gəzməkdən çox bəzən bir yerdə dayanmalı olurdu. Ya trolleybusda, metroda ya da dükanda. Onda kitab dadına çatırdı. Onu vaxtla göz-gözə dayanmaq əziyyətindən qurtarırdı. İş yeri qaldığı evdən uzaq idi. Ancaq evlənəndən uzaqlığı da hiss eləmirdi. Uzaqlıq darıxmaq deməkdir. O isə axır vaxtlar darıxmırdı və heç ara tələsmirdi. Səhərlər yuxudan tez dururdu. Elə tez dururdu ki, Nərimanov prospektindən Bakı Soveti metrosuna qədər tələsmədən gəzə-gəzə işığın qaranlığı necə əritdiyinə tamaşa eləyə-eləyə piyada gedə bilsin. Yol üstü də köşkdən təzə qəzet alırdı. Onu da kitab qoyduğu silafan torbaya atırdı və beləcə yarımçıq qalmış kitabın, təzə aldığı qəzetin istisinə qızına-qızına metroya düşürdü. Metro səhərlər basa-bas olurdu. İstəsən də belə basa-basda nəsə oxumaq çətin məsələ idi. Bir-birindən çöhrələrinin ifadəsi ilə seçilən adamlara baxmaq kitab oxumaqdan az maraqlı deyildi. Birinci və sonuncu dəfə gördüyü bu mürgülü, qayğılı, qırışlı sifətlərin özündə nələr gizlətdiyini fikirləşib yozmaq onu əyləndirirdi. Amma həm də yaxşı bilirdi ki, ətrafına baxmaqdan bezsə, qoltuğundakı kitabı açmaqla əziyyətdən qurtaracaq. Elə bil otağın gizli qapısından sakitcə sivişib çıxırsan. Gizli qapı ona işdə lazım olurdu. 6 il işlədiyi şöbədə hamı onu tanıdığı qədər o da hamını tanıyırdı. Adlarını bilirdilər, salam verib salam alırdılar, bir-birlərinin üzünə gülümsüyürdülər. Belə yaxınlıq görünür hamını razı salırdı. İşdə 6 il qabaq iş idi. Bircə fərqi vardı ki, institut qurtardığına görə axır bir ili usta maaşına qol çəkirdi. Əl ayağı da tərtəmiz. Bəlkə 2 ildən, 5 ildən sonra onu müdür müavini ya müdür vəzifəsinə keçirəcəklər. Nə bilmək olardı? Əgər adicə nəzarətçilikdən ustalığa keçmək belə asandırsa, demək, nə desən gözləmək olardı. Ancaq bu yer dəyişmə, bir pillə qabağa sürüşmək onu maraqlandırmırdı. Ona görə yox ki, vəzifə, 10 manat artıq almaq, 20-25 adama əmr eləmək ürəyinə yatmırdı. Sadəcə fikirləşirdi ki, axı niyə görə kimsə əmr eləməlidir? Nə səbəbə? Bu sualın cavabını axtarmaq belə ona gülünç gəlirdi. Yəqin vəzifə üçün doğulurlar. Kimi biraz aşağı, kimi biraz yuxarı. Kimi lap dövlət başında durmaq üçün. Özünü biləndən vəzifəyə can atan adamları çox görmüşdü. Həmişə də onlara biraz şübhə ilə baxırdı və nədənsə onlara yazığı gəlirdi. Ustalığa keçəndən bir şeyə şükür edirdi ki, nə yaxşı ona ayrıca stol ayırıblar. Yoxsa bekarçılıqdan lap bezərdi. Bir yandan başını qatmağa düzəməlli işin olmaya, bir yandan da oturmağa yerin. Ancaq indi bilirdi ki, gələndə harda oturacaq. Nəyi hara qoyub, nəyi hardan götürəcək. Stol onunla otaqdakılar arasında görünməz pərdəyə dönmüşdü.
Pərdənin arxasında heç kim ona dəyib dolaşmırdı. Yerli yersiz söhbətə tutmurdu. Oturub sakitcə öz işini görə bilirdi. İşdən çıxanda evə gəldiyi yolla qayıdırdı. Amma gəldiyi kimi qayıdanmırdı. Necə keçdiyini duymadığı 8 saatı bədəni, canı istər-istəməz hiss eləyirdi. Metrodan sonra Nərimanov prospektinə piyada qalxmağa həvəs olmurdu. Həm də elə bil iş gücdən tək adamlar yorulmurdular. Günün özü də yorulurdu. Rəngini, şuxluğunu itirirdi. Ətrafdakılar onu özünə çəkməkdən çox özündən itələyirdi. Heç nə diqqətini tutub saxlamırdı. Hətta kitab oxumaq fikri belə onu sevindirmirdi. Yaxşı ki, bu halsızlığın, biyanəliyin ötəri olduğunu bilirdi. Arvadının gətirdiyi bir stəkan çay içib, bir qismət çörəyi yeyib, biraz divanda uzandıqdan sonra gəzmək, görmək, nəyəsə tamaşa eləmək istəyi təzədən qayıdırdı. Dükanda, trolleybusda ətrafına baxmaqdan bilsə, vaxtla göz-gözə dayanmamaq üçün kitabı da qoltuğuna vurub, yenə evdən çıxırdı. Bugün şənbə idi. Elə bircə buna görə sevinməyə dəyərdi. Yuxudan istədiyin vaxt durursan. Bütün gündə soyulmuş narangi kimi sənin ixtiyarında. Getməyə, gəzməyə yerin olmasa da dəxli yoxdur. Bilirsən, heç nədən, heç kimdən asılı deyilsən. Öz əliyin, öz başın. Hələ onu düşünmək xoşdur ki, gecəni rahat yatacaqsan. Çünki səhəri bazar günü açılacaq. Bəxtindən bugün hava da gəl-gəl deyirdi. Bircə qanlı qaraldan arvadının səhər-səhər ağrıdan turşumuş sifətini görməsi idi. Yığılmamış yataq, balınca qopub qalmış saç, arvadının turşumuş sifəti 2 dəqiqə əvvəl örtdüyü qapının o yanında qalmışdı. Belə gözəl havada xəstəlik haqqında düşünmək günah idi. Ona görə çalışırdı ki, heç düşünməsin. Ancaq bir dəfə gərək onu həkimə aparaydı. Əməlli başlı yoxlamalı idi. Görək dərdi nədir? Çünki həmişə harasındansa tuturdu. Ağrısını nə qədər gizlətməyə çalışsa da, hərdən özü ilə bacarmayıb, sızıldayırdı. Deyirdilər, kənd adamının buz baltası kimi canı olur. O da elə bilirdi. Gedib aldı. Bəxtindən gəlib xəstə çıxdı. Şəhəri də düzəməlli tanımırdı ki, ağrıyanda özü durub həkimə getsin. O da ha deyirdi, aparacağım, digəl macal eləyə bilmirdi. Ancaq nəsə fikirləşmək lazımdı. Arvad onun idi, o da gərək fikirləşəydi. Bunu bildiyindən və heç nə fikirləşmədiyindən ağrıdığına görə arvadına lap acığı tuturdu. Tini dönən kimi özünü azadlıqda hiss elədi. Elə bil gözdən itən evlə bir yerdə onu evə bağlayan qayğılar da üzülüşdü. Prospekt yenə qələbəli idi. Səsküy, bir yerdə bənd almayan qıvraq ayaqlar, sağlam, gülümsər çöhrələr. Tələbə olduqları qoltuqlarına vurduğu kağız rulonlardan, kitab dəftərdən çox, sifətlərindəki işgüzarlıqdan oxunan cavan-cavan uşaqlar durduqları yerdə tələsirdilər. Avtobuslar, trolleybuslar onları institutun qabağından şəhərin 4 yanına səpələyib qurtaranmırdı. İçində gəzdirdiyi sevincdən, ümiddən, hamının xəbəri olduğuna inanan bu sadəli uşaqların hayküyünə o qədər adət eləmişdi. Hətta bazar günü onları görməyəndə qəribsiyirdi. Nəsə itirmiş adam kimi narahat olurdu. Özü də bir vaxt bu institutda oxumuşdu. Amma qiyabı oxuduğundan bəzən institut qurtardığına şübhə eləyirdi. Xatırladıqlarının bir ucu gedib işə çıxırdı. Güya heç orta məktəbi oxumamışdı, heç subay da olmamışdı. Elə gözünü açıb işə getmişdi, işdən gəlib arvadını görmüşdü. Bu iki sonluğun arasındasa yollar dururdu. Öyrəşdiyi, tanıdığı yollarda tanımadığı adamlar, xatırlaya bilmədiyi keçmişi kimi həmişə onu özünə çəkirdi.
Bayaqdan siqaret üçün 2-3 dəfə əlini cibinə salmışdı. Amma hava o qədər təmiz idi ki, onu siqaret çəkməyə də qoymurdu. İndi onsuz da kitab dükanına girməli idi. Buna öyrəşmişdi. Heç olmasa 2 gündən bir gəlib baş çəkirdi. Heç vaxtda heç nə almırdı. Almayacağını da yaxşı bilirdi. Çünki almaq istədiyi kitablar abonentlə satılırdı. Ona kənardanca baxmaq qalırdı. Bəzən özünü saxlayanmırdı. Yaxınlaşıb köhnə tanış kimi satıcı ilə salamlaşırdı. Sonra yavaşca soruşurdu. O kitabı satırsınızmı? Axırıncı sözü laf yavaşca deyirdi. Yəni xəcalətindən çıxacam. Sonra xahiş elədiyi anı təzədən xatırlayanda özünə yazığı gəlirdi. Satıcı qızın yerinə olsaydı, belə yazıq adama kitabı lap peşkəş eləyərdi. Amma görünür satıcı hər cür adama rast gəlmişdi. Hər cür təbəssümə də öyrəşmişdi. Dinməzcə yumru yanaqlarını tərpədib başını yırğalayırdı. Qızın laqeydliyi həmişə onu heyrətləndirirdi. Əgər kiməsə satırsa, qoy ona da satsın. Nə qədər də gəlib gedir, üzdənsə tanıyır. Yox, satmırsa, qoy heç olmasa görməzə bilməzə belə şey təklif elədiyinə görə ağzını büzsün, hirslənsin. Nəyinsə narazılığını bildirsin, daha başını yırğalamasın. Yaxşı ki, onun yenə şükür eləməyə bəhanəsi var idi. Yaxşı ki, hirslənməməyə cəhənnəm, qız ağzını açıb bir söz demirdi də. Nədənsə inanırdı ki, qız ağzını açıb bir söz desə, mütləq ordunu dişləyəcək. Bu dəfə kənardan durub göz qoyurdu, güya qızın ona rəhmi gələcəkdi. Gözləyirdi, baxırdı, ancaq qızın çağıracağına heç inanmırdı da. Bu ümid idi. Digər ki, bu ümidin kölgəsi yox idi, ürəyin istəyəndə altında uzanıb sərinləyəsin. Pişik quyruğu ilə oynadığı kimi, bu kölgəsiz ümidlə oynamaq da onun xoşuna gəlirdi. Dükkanın girəcəyinə vurulmuş əl boyda kağız bəlkə də öz köhnə yerində dururdu. Bir həftə idi, hər gələndə gözünə sataşırdı. Orada nə yazıldığını da daha əzbər bilirdi. Amma birdən-birə hardansa peyda olmuş bu kağıza da, bu kağızda yazılanlara da öyrəşənmirdi. Dükkana girib çıxanda ayağını saxlayıb ilk dəfə görürmüş kimi təzədən oxuyurdu. Firuzə qaçdı, sırğa itirmişəm. Çox xahiş eləyirəm, tapan zəng vursun. Əvvəlcədən minnətdarlığımı bildirirəm. Telefon 88 24 36 Güllü Qasımova. Elan göy mürəkkəblə yazılmışdı. Bircə itirmişəm sözü qırmızı mürəkkəblə. Güllü xanım kim idisə sadəlöf adam deyildi. Bilirdi sırğanı tapan adam çətin qaytara. Digəl inanmaya bəxtini sınamaq istəmişdi. Yazana qədər nələr keçirdiyi, nə düşündüyü, nə fikirləşdiyi tək elə elandan hiss olunurdu. 2 yerdə nida işarəsi qoyulmuşdu. Bir itirdiyini yazanda, bir də minnətdarlığını bildirəndə. Xahişini bacardıqca yumşaq eləmişdi. Nida işarəsindən qaçmışdı. Nə bilmək olar, birdən acıqları tutar, fikirləşərlər, əmr eləyir. Ancaq çox sözünü yazmağı unutmamışdı. Bəlkə tapan onun halını başa düşərdi, rəhmə gəlib qaytarardı. Ad familiyası isə lap xırda hərflərlə yazılmışdı. Gözə soxmaqdan çəkinmişdi. Bir yana qalanda ad familiyanı heç yazmamaq da olardı. Onsuz da telefon nömrəsi göstərmişdi. Tapan hara zəng vuracağını bilirdi. Burada da Güllü xanım ad familiyasını yazmaqla tapanın ürəyini yumuşatmağa çalışmışdı. Çünki telefon nömrəsi səs idisə, ad familiya səsdən başqa həm də şəkil idi. Kimin ürəyi necə istəsə, eləcə gözünün qabağına gətirə biləcəyi bir qadın şəkli. Bəlkə bu şəkil tapana nəsə dedi, kimisə yadına saldı, nələrisə xatırlatdı.
Saday Budaqlı'nın Firuzə Qaşlı Sırğa hekayəsindən parçaya qulaq astınız. Oxudu Səməd Yusifcanlı. Azerbaycan Radyosu 105 FM